Salam. Təsəvvür edin ki, bir tərəfdə Tanrı, digər tərəfdə qədim sənətkarların istifadə etdiyi geyim boyası, bir də xristianlıqdakı vəftiz, yəni xaç suyuna salınma ritualları. Qəribə üçlüdür düzü. Bunları eyni cümlədə eşidəndə adamın beynində heç bir məntiqi əlaqə yaranmır. Dəqiq. İlk baxışda kəsişmə nöqtələri sıfırdır. Amma bugünkü dərin təhlilimizdə elə bir tarixi və dilçilik tapmacasını açacaq ki, bu üç qavramın əslində necə dərin bir tellə bir-birinə bağlandığını görəcəksiniz. Bəli, bu missiya bizi qədim bir mətnin içindəki tək bir sözdən yola çıxarıb, əsrlər boyu geri səhralara, gizli əlyazmalara aparacaq. Yəni, adətən biz dini mətnlərə səthi baxırıq. Elə bilirik ki, oradakı ifadələr qapalı bir sistemdə yaranıb, heç kimdən təsirlənməyib. Baxın, ən böyük yanlışımız da elə budur. O qədim sözlərin arxasında fərqli mədəniyyətlərin, minillik adətlərin səssiz dialoqu yatır. Yəni, bugün sadəcə din deyil, həm də dilçiliyin, tarixin kəsişdiyi o heyrətamiz nöqtəni müzakirə edəcəyik. O zaman gəlin birbaşa mətləbə keçək və başlanğıc nöqtəmizi müəyyən edək. Deməli, biz 7-ci əsrə Ərəbistan yarımadasına gedirik. Aha. Əlimizdəki mənbə Qurani-Kərimin Bəqərə surəsidir. Orada, xüsusən də 138-ci ayədə olduqca spesifik, hətta deyərdim qeyri-adi bir bənzətmə var. Həmin ayədəki ifadə belədir. Allahın boyası, boya etibarilə Allahdan daha gözəl kim ola bilər? Biz yalnız ona ibadət edirik. Düzü, dini mətnlər üçün çox təkrar olunmaz bir metaforadır. Elədir ki, var. Lakin bu ifadənin arxasında yatan tarixi sirri anlamaq üçün bir neçə ayə əvvələ baxmalıyıq. 135-ci ayədə görürük ki, o dövrün Ərəbistanında çox kəskin teoloji rəqabət var idi. Yəni, Yahudi və Xristian icmalarının yeni yaranan İslam icmasına çağırışlarını deyirsiniz. Onlar deyirdilər ki, doğru yolda olmaq üçün bizim dinimizə gəlin. Məhz elədir. Yeni inanc isə bu eksklüziv çağırışa fərqli arqumentlə cavab verir. Deyir ki, əsl yol heç bir qrupun monopoliyasında deyil, əsl yol bütpərəstlikdən uzaq olan Hənif İbrahimin yoludur. Başa düşürəm. Yəni, təklif bizim sistemə qoşulun deməkdən çox, gəlin hamımızın kökü olan o saf başlanğıca qaydaq şəklində idi. Dəqiq. Və mənbəyə əsasən İslam bu kontekstdə İsmail, İshak, Yaqub, Musa və İsa kimi peyğəmbərləri fərq qoymadan qəbul etməyi tələb edir. Aha. İnsan bu bütövlüyü qəbul etdikdə daxilində köklü bir dəyişim baş verir və mətnin bu dəyişimi məhz boya ilə ifadə etməsi çox xüsusi bir məna daşıyır. Baxın, gəlin bu boya konsepsiyasını sizin üçün bir qədər vizuallaşdıraq. Təsəvvür edin ki, əlinizdə ağ, tərtəmiz bir parça var. Siz onu götürüb tünd mavi rəngli böyük bir boya çəlləyinə daldırırsınız. Yaxşı bənzətmədir. Yəni parçanı o mayenin içindən çıxaranda artıq sadəcə xaricdən nəsə sürtülmüş olmur. Boya o kətanın hər bir sapına, hüceyrəsinə nüfuz edir. O artıq əvvəlki ağ parça deyil, tamamilə başqa bir şeyə, mavi parçaya çevrilib. Düzdür. Bu vizualizasiyanın qədim dünyanın reallıqları ilə biraz da dərinləşdirək. Müasir dövrdə boya ucuzdur, asandır, amma o vaxtlar parça boyamaq çox ağır, bahalı bir proses idi. Bəli, kimyəvi bir proses idi. Tamamilə. Məsələn, məşhur tira bənövşəyisi rəngi üçün minlərlə dəniz ilbizinə əzmək lazım gəlirdi. Yəni, boyama parçanın kimyəvi strukturunu həmişəlik dəyişdirirdi. Mətin demək istəyir ki, həqiqi inanc sənin fundamental strukturunu əbədi dəyişdirən prosesdir. Çox tutarlı izahatdır. Boya metaforasının ağırlığını hiss etmək olur. Amma mənə düşündürən başqa bir şey var burada. Dini mətnlərdə biz adətən işıq, yol və ya suyla təmizlənmək kimi şeylərə öyrəşmişik. Aha, daha abstrakt şeylərə. Bəli. Bəs nəyə görə birdən-birə belə ağır fiziki əmək tələb edən və qəribə dərəcədə spesifik peşə sözü seçilib? Yəni, niyə məhz boya? Bax, bu sual bizi birbaşa mövzunun ən dərin qatına, dilçiliyin və qədim ritualların kəsişməsinə aparır. Gəlin ərəbcədəki o boya sözünün kökünə enək. Ayədə istifadə olunan sibğatə sözü sabəğa fe'l kökündən əmələ gəlir. Sabəğa və bunun mənası fırça ilə rəngləmək deyil. Qətiyyən.
O bir obyekti bir mayəyə tamamilə batırmaq, içinə daldırmaq deməkdir. Əsl sirr isə ərəblərin bu sözdən başqa hansı məqsədlə istifadə etməsində gizlənir. Bir dəqiqə. Yəni bu söz təkcə boyaqçı emalatxanalarında istifadə olunmurdu. Xeyr, ərəblər sabağa sözünü xristianların vəftiz, yəni uşaqları xaç suyuna salma ritualını adlandırmaq üçün istifadə edirdilər. Doğrudan. Bəli, çünki fiziki hərəkət etibarilə insanı müqəddəs suya daldırmaqla parçanı mayəyə daldırmaq eyni dinamikadır. Yəni suya batırıb vəftiz etmək və boyamaq eyni sözlə, eyni konsepsiya ilə ifadə olunurdu. Bu çox maraqlıdır. Bəs bu sadəcə ərəb dilinə məxsus xüsusiyyətdir, yoxsa başqa dillərdə də var? Əslində bu qədim yaxın şərqin ortaq konseptual məntiqi idi. Məsələn, Yahudilikdə mənəvi təmizlənmək üçün suya tam daldırılma ritualı var, buna tvila deyilir. Aha, mikve hovuzlarında edirlər bunu. Dəqiq. Xristianlıqda isə bu adət baçisma, yəni vəftiz kimi inkişaf edib. İndi gəlin İncilin yazıldığı Yunan dilinə baxaq. Vəftiz etmək mənasını verən batizo feili hansı kökdən gəlir? Bilmirəm, hansından? Yunan dilindəki bapto sözündən. Və bapto sözünün mənası parça boyamaq üçün mayəyə batırmaqdır. Tam olaraq. Bapto daldırmaq, suya salmaq və birbaşa boyaya batırmaq mənasını verir. Təsadüfi deyil ki, 9-cu əsrdə yaşamış məşhur alim İmam İbn Cərir Ət-Təbəri bu ayəni şərh edərkən çox gözəl bir detala toxunub. Nə deyib Təbəri? Yazıb ki, xristianlar övladlarını inanca daxil etmək üçün müqəddəs suya batırırlar, yəni müsəlmanlardakı böyük qüsül kimi. Və bu proses onlar üçün hərfi mənada boyanma hesab olunur. Deməli, mətn əslində dilçilik üzərindən ustaca bir söz oyunu oynayır. Yəni hamıya məlum olan o fiziki ritualı götürür və onu mənəvi müstəviyə daşıyaraq deyir ki, əsl təmizlənmə sadəcə suya batırılmaq deyil. Aha, əsl vəftiz Tanrının dəyərlərinə bürünməkdir. Bəli, İbrahimin saf inancına daldırılmaq, onun rəngi ilə rənglənməkdir. Fizikadan metafizikaya çox kəskin və incə bir keçid var. Dini mətnlərin gücü də elə bundadır. Yəni mürəkkəb fəlsəfəni gündəlik sənətkarlıqla izah edirlər. Lakin biz hələ hekayənin zirvəsinə çatmamışıq. Hələ bundan artığı da var. Bəli, dinlərin bir-biri ilə ortaq rituallar üzərindən necə danışdığını anladıq. Bəs mən desəm ki, bu sadəcə bənzərlik deyil, həm də əsrlər sonra qumların altından çıxan fiziki bir sübutla təsdiqlənmiş tarixi bağdır? Vay, bunu deyirsinizsə deməli bizi qədim dillər lüğətindən çıxarıb arxeoloji qazıntı sahəsinə aparacaqsınız. Hansı sübutdan danışırıq? 1945-ci ilin dekabr ayına Misirin Nag-Hammadi bölgəsinə gedirik. Orada yerli kəndlilər səhrada qazıntı apararkən qırmızı bir gil küp tapdılar. İçindən qədim papirus əlyazmaları çıxdı. Indiana Jones filmlərindəki kimi. Nə idi o sənədlər? Bu, məşhur Nag-Hammadi kitabxanası idi. Sənədlərin içərisində 2-ci əsrə aid edilən və Kopt dilində yazılmış Filip İncilinin yeganə əlyazması var idi. Kopt dili qədim Misir dilinin Yunan əlifbası ilə yazılan versiyasıdır da, düzdür? Bəli, düzdür. Mənə bu küpün niyə səhrada bastırıldığı maraqlı gəldi. Yəni bu bir İncil mətni idisə, niyə kilsədə yox, qumların altında gizlədilmişdi? Bu çox vacib sualdır. Baxın, 4-cü əsrin ortalarında kilsə rəsmi mətnləri müəyyən etməyə başladı. Xüsusən də İskəndəriyyə yepiskopu Afanasinin 367-ci ildəki məşhur məktubundan sonra. Yəni bir növ senzura prosesi getdi. Aha, rəsmi doktrinaya uymayan gnostik mətnlər, o cümlədən Filip İncili, kafirlik sayıldı və məhv edilməsinə əmr verildi. Görünür, hansısa rahiblər o biliklərin yandırılmasını istəməyiblər. Onları çiplərə yığıb gizlədiblər. Bəli, səhrada gizlədiblər ki, fırtına keçib getsin. Amma o fırtına tam 1600 il davam etdi, ta ki 1945-ə qədər. Yəni kimlərinsə riskə gedib qoruduğu bu mətnlər 16 əsr qumların altında yatıb. Bəs bu Filip İncilinin bizim bayaqdan danışdığımız o 7-ci əsr ayəsi ilə Allahın boyası ifadəsi ilə nə əlaqəsi var? Həmin o gizli Filip İncilində İsa Məsihə aid edilən sitatlar toplanıb, lakin oradakı bir paraqraf sözün əsl mənasında adamı yerində dondurur. O tərcümə bütün parçaları, Yunan bapto kökünü, ərəb sabağa feilini vahid möfədə birləşdirir. Nə yazılıb ki o mətndə? Orada deyilir ki, Tanrı boyaqçıdır. Əsl boya adlandırılan yaxşı boyalar, boyadıkları əşyalarla birlikdə öldüyü kimi, Tanrının boyadıkları da belədir. Çünki onun boyaları ölümsüzdür, ona görə də boyananlar
Onun rəngləri sayəsində ölümsüz olurlar. Tanrı suda vəftiz olunanları vəftiz edir. Bir dəqiqə, bu doğrudan da bütün təsəvvürləri alt-üst edir. Yəni, 2-ci əsrdə qələmə alınmış xristian mətnində Tanrı hərfi mənada bir boyaqçı, sənətkar kimi təsvir olunur. Elədir. Fəlsəfi məntiqin dərinliyinə baxın. Dünyəvi boyalar parça ilə birlikdə məhv olub gedəcək. Lakin Tanrının boyası, yəni inanc ölümsüzdür. Və arxasınca gələn o son cümlə Tanrı suda vəftiz olunanları vəftiz edir. Yəni, fiziki suyu deyil, o suyun təmsil etdiyi əsl mənəvi boyanmanı vurğulayır. Tam olaraq elədir. Bilirsiniz, bu mənə nəyi xatırladır? Bu, sanki qədim və mistik bir hiperistinad kimidir. Hiperistinad. Hə, veb-saytlarda olur içində altından xətt çəkilmiş link olan bir söz. Siz o sözə klikləyirsiniz və sizi əsrlər əvvəlki səhrada gizlənmiş tamam başqa dildəki mətnə bağlayır. Çox dəqiq bənzətmədir. Biz sabiğə sözünə klikləyirik, o bizi Yunanlıların baptizo kəlməsinə, oradan Yahudi hovuzlarına, oradan da Kopt dilindəki Tanrı boyaqçıdır fəlsəfəsinə aparır. Bu kiçik detalların necə dərin tarixi qatları saxlaması həqiqətən heyrətamizdir. Gəlin bu dərin təhlilimizi sizin üçün yekunlaşdıraq. Bugün öyrəndik ki, baptio və sabiğa kökləri eyni məntiqi suya daldıraraq boyamağı paylaşır. Aha. Fərqli dinlərin ritualları eyni parça boyama, vizualı üzərindən izah olunub və 7-ci əsrə aid mətnlə 2-ci əsrə aid gizli əl yazma boyaqçı tanrı metaforasında eyni fəlsəfəni bölüşür. Niyə bu bizim üçün önəmlidir? Çünki bu göstərir ki, oxuduğumuz mətndəki tək bir qəribə söz əslində böyük bir tarixi silsilənin açarı ola bilər. Və mən də bununla bağlı dinləyicimiz üçün yeni bir düşüncə qapısı açmaq istəyərəm. Əgər qədim bir mətndəki tək bir söz, Misir səhrasında 1000 ildən çox gizli qalmış əlyazmayla belə dərin bağ qura bilirsə, görəsən bugün bizim gündəlik həyatımızda heç düşünmədən istifadə etdiyimiz başqa hansı sözlərin arxasında belə unudulmuş tarixi sirlər yatır? Möhtəşəm sualdır. Növbəti dəfə təsadüfən işlətdiyiniz bir söz barədə düşünəndə bəlkə də bu sualı özünüzə verəcəksiniz. Kim bilir, həmin kəlmə sizi hansı unudulmuş səhraya aparıb çıxaracaq. Bugün bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirik. Gələcək kəşflərə qədər sağollaşırıq. Sağ olun, hələlik.